Pərva xanım, biz xeyli məsafə qətləmişik sizlə. İndi üzü 20 yanvara gedirik. 20 yanvarda o körpünün altına dönüş edəcəyik. Və siz özünüz sürürsünüz, mən sizə müdaxiləmirəm. Maşallah olsun. 59 qamatında çalış. Barmağını salma sükanı o içəri hissəsinə. Ay, rahat şəkildə tut. Bax, indi görürsən orada avtobus dönmək istəyir. Əslində yol sənindir. Yol sənindir. Gecikdən çıxacaq o. Qoy çıxsın da çıxıb gəl. Tələsmə, yavaşı qoy dönsün. Amma ikinci avtobusu gözləmə. Davam elə. Davam elə. Afərin. Bax, indi burada yol verilişanı var. Bax, qabaqda sağda görsənmə. O bildirir ki, biz soldan gələnlərə yol verməliyik. Soldan gələnlərsə işıqforla tənzimlənir. Onlara qırmızı işıqda onlar dayanacaq, biz daxil olacaq yol ayrıcına. Tıxac olsa girməyəcək. Çünki qarşıda tıxac varsa biz girməməliyik yol ayrıcına. Yaşıl işıq yansa belə, onlara qırmızı olsa belə. Yəni bizdə işıqfor yoxdur burada, yol verilişanı var. İndi bax, gözüm dayandılar. Gecikmə. Biz sola hər şey deyəcək deyə, gecikmə. Çalış solunu tut. Davam elə. Solunu yandı. Bax bu adacıqda. Adacıq taftalamadan yandı solunu. Biz o sola keçsin indi adacıqdan sonra. Bax gəl, kənar sozluğa gəl. Bax buradan. Ayağı açırsan. Biraz da ver qaba. Bax oradan işıq yanan kimi oradan sıxacaqlar səni. Bax indi bax hər şeydə başında bax bu kruizu gözləyəcəksən. Solunu yandır. Ay sal. Qarşıda işıqfor görsənmi? O həm də bizim üçündür. Yaşıl yanında biz sola manevr edəcəyik. Oldu mu əzizim? Biraz sağa götür ki avtomobil bunu vurmayasan sola. Hələsmə. Solunu yandır. Davam elə. Əlini düzəlt, əlini düzəlt. Davam. Solunu yandın. Davam. Afərin sənə. Əl açı. Tələsmə. Bax, buradan geriyə dönəcək. Tələsmə. Gəl. Solunu yanını qoy. Biraz da qış qarşıya. Ay sağ ol. İndi buradan sol dönmə əməliyyat edəcək səninlə. Gəl beləyək də. Bax, bu Azərsu istiqamətə çıxaq. O yolda çətin yoldur. Məsələn, orada çoxlu şəkildə qayda pozurlar. İkinci zolaqda maşın saxlayırlar. Nə bilim, avtobus öz dayanacağına girə bilmir. Və oranı keçmək biraz çətin nisbətən təcrübəsi üzərsin. Oranı işləyək, təcrübəmizi artıraq. Baxın, bayaqdan biz sizinlə maşın sürükdə, avtomobil idarəliyirik və təlim dərsindəyik. Nə qədər yol qət elədik, xeyli məsafə. Ən çətin yollarda sürməyi öyrədirik tələbəyə. Asan yollarda, düz yollarda öyrətmirik. Özünüz gördünüz ki, hansı şəhərətdə, neçə metro gördünüz, nə qədər məsafə gördünüz. Niyə? Bunlar hamısı sizin öyrənməyinizə xidmət göstərir. Peşkarlığınızın artmasına xidmət göstərir. Yəni düz yolda, boş yolda öyrətmək nə var ki, tələbəni? Əsas odur ki, burada gəlsin öyrədəsin. Davam elə indi. Davam elə. Bax. Gəl. Davam elə. İndi sağını bir dənə yandır. Bunu bura. Davam. Düz. Sağımızı yandırır ki, bilsinlər ki, biz sola doğru getmirik. Söndürüşünü davam elə. Bax, burada avtobusdan da ehtiyatlı ol, insandan da ehtiyatlı ol, minik avtomobildən da ehtiyatlı ol, velosipedçilərin də ehtiyatlı ol. Velosipedçilər də bir də görsən, bax, belə yolda çıxır insan qarşısına. O gün burada 2 dənə uşaq velosiped sürürdü. Yəni, şok oldum ki, özü az yaşlı da, 14-13 yaşlar olardı. Olmaz. Yəni, hər kəs öz məsuliyyətini dərk etməli. Burada ehtiyatlı olacaqsan. Davam. Hiss saatı. Bax, görsən insan necə qaça gəlir. Davam. Avtobus səni çıxacaq indi. Artıq sürətlə qaç bundan. Belə məqamlarda avtobusun qabağından insanlar çıxır. Onu da nəzərə ala, ehtiyatlı ol. Oldu. İndi mən çəkiliş dayandırıram, amma dərsimiz davam edir. Orada bir qayda var, o qaydanı sizə izah edəcəm.